Sesleri dağıldı, 15 respublika ayrıldı və düşündü ki, biz müstəqilik. İndi də elə düşünürük və fikirləşirik ki, hər şey əladır, biz müstəqilik. Amma hər kəs oyanan insan bunu görür, oyanacaq insanlar da görəcək ki, biz elə düşünürük. Çünki mən indi başa düşürəm ki, Allah edər elə və rəhmət eləsin, o kişi nə əzablar çəkib. Həmçinin bugünkü ölkə başçısı da nə əzablar çəkir. Bu çox adam can atır, hökumət, nə bilim, hakimiyyətə, nə bilim, müxalifət, belə gəldi, iqtidar, onu elədi, bunu elədi. Bilirsiniz, mən sizə bir söz deyim. İstər hakimiyyət, istər iqtidar, bunlar bir kənara. Amma hər bir ölkədə, Qurtlar Vadisində baxmışsınız da, yəni dərin dövlət var, o hansı ki, ağsaqqallar var, lap dərində, dibdə, torpağın altında. Bəli, elə kişilər var ki, onlar hamısı ayıq adamlardır. Onlar bu dünyada, inan ki, bəlkə də bütün ömür boyu ayaqqabı tikir. Heç balasının avtomobili də yoxdur ki, bəlkə avtomobillə getsin. Amma ayıqdır və bilir ki, o insanlar, bəli bu, hər kəsin, ayılan insanın açıq-aşkar boynunda hiss elədiyi məsuliyyətdir ki, bu xalqın, millətin, bunu harasa aparmaq lazımdır. Bəli, çünki artıq o nəfsini başa düşür ki, onun qoyub getdiyi ev toz basacaq, hörümçək basacaq, onun oğlunun həyatı başqadır, qızının həyatı başqadır. Yəni o insanlar başqadır, bu başqa bir şeydir. Hər kəs onu aylanda anlayır ki, bu yox, bu mümkün deyil. Burada sən istəyirsən, sən kürsü davası eləyirsən, amma xalqına, millətinə yət çıxmaq, onu irəli aparmaq istəyən insanlar var, bəli. Düşünən insanlar var, bunu hər kəs anlayır və bu ölkə müstəqil deyil düşündüyün kimi. Niyə Özbəkistan başına bizimkilər gələn şeylər, oyunlar gəlmir? Çünki yerləşdiyimiz coğrafi region çox axmaq bir yerdədir, strateji bir yerdədir. Qonşularımıza baxın, bizi necə müstəqil qoya bilərlər ki? Bəli, ona görə də burada ən ali vəzifədə belə insanlar rahat, müstəqil davrana bilmirlər və bu ölkəmizdə məhz o bizi müstəqil olmağa qoymayan o içimizdəki qüvvələr ki var, güclər. Onlar həmçinin hərəkətdədirlər. Onlar bizə nələr eləməyiblər bu ölkədə? Niyə eləməyiblər ki? Sən yadında saxla, unutma, biz iki xüsusiyyətə malikik. Bəli, biz palçıqdan yaradıb belə, bizə heykəl kimi deyil, məsələ o deyil. Bunlar hamısı metafordur. Bizim iki xüsusiyyətimiz var. Heyvani və insani. Bizi davranış və hərəkətlərimizin 95%-i məhz heyvani, simpatik sinir sistemi tərəfindən idarə olunur. Ona görə bu dünyada gördüyün hər şey, bax, məhz o insan simpatik sinir sistemini idarə elədiyi, mən doğmalarım, ailə üzvlərim, dəxli yoxdur, hər birimiz. Ayılmaq nədir? Ayılmaq bu iki, bax, idarəçiliyin içində insan olduğunu anlamaq. Başa düşürsən ki, mən nə üçün insanam? Bax, o fərqi anlayırsan. O fərqi anlayanda da baxırsan ki, sənin ölkəndə sən neyniblər? Dağıdıblar da insan mənəviyyatını, insan şəxsiyyətini parça-parça ediblər. İnsanı, bəli, bizim müstəqillik, yəni necə olmuşuq? Ölkə rəsmləri mübarizə aparır, müharibə, bu. Ortada bax, sadə, arada gəzənlər, apardıqları təxribat gör, neyniyib? Ki, biz bir-birimizi necə tanıyırıq, bax. Filan kəs var, Rasim, hansı o ağ pradosu olan Rasimi deyirsən? Məsələn, hansı o 2 mərtəbə villası olan o belə qurt dərəsindən dönəndə, o məsələn, Feyzullah deyirsən? Allah, hansı o şey, nə bilim, hansı o filan yerdə işləyən var, o qardaşı polis olan filan kəsi deyirsən? O qardaşı nazir. Gör, biz insanı necə tanıyırıq ki? Gör, indi biz sadə sıradan insanı bu qədər bütləşdiririksə, nəyinəsə görə tanıyırıqsa, gör, indi biz biraz belə də tarixə düşmüş insanları necə bütləşdiririk. Bəli, bu elə